Deməli uşaqlar, bugünkü dərsimiz bizim həzm sistemidir. Biz artıq sistemlərin əksəriyyətini bitirmişik. Yəni elə bir böyük bir sistemlərimiz qalmamışdı. Həzm sistemi əslində insanın həzm orqanları içərisində uzunluğuna və yoluna görə ən uzun və ən mürəkkəb proseslərin, kimya və fiziki reaksiyaların cəmindən ibarət olan mürəkkəb bir bioloji, fizioloji bir prosesdir. Həzm başlayır ağız boşluğunda, bitir ta ən son olaraq, yəni əslində həzm proses olaraq bitir nazik bağırsaqda, amma həzm kanal olaraq başlayır ağız boşluğunda, bitir deməli anusla, yəni düz bağırsağın sonunda bitmiş hesab olunur. Əvvəl gəlin başlayaq deməli ağız boşluğunda həzmə. Ağız boşluğunda həzm əslində ağızda həm fiziki, həm kimyəvi qidanın çevrilməsi baş verirdi. Ağız boşluğunda əsas etibarilə dişlər, dil və ağız süvəzləri yerləşmişdir. Ağız süvəzlərinin ümumi sayı yadınızda saxlayın. Ümumi sayı əslində çoxdur, xırda vəzlər çıxmaq şərti ilə. Amma irilən sayı 3 cütdür, yəni 6 dənədir. 2 dənəsi dil altı, 2 dənəsi çənə altı və 2 dənəsi qulaq yanıdır. Ümumi olaraq ağız suyunun ifrazı sutka ərzində 5-dən 2 litrə qədər sintez edilir. Əsas hissəsi 95%-ə qədər deməli sudan, amma qalan hissəsi isə lizasimdən və mutsindən təşkil olunmuşdur. Mutsin, yəni bizim bildiyimiz seli, bir də lizasim nə edirdi? Lizasim isə adəti üzrə ağzın selikli qışasının, daha dəqiqdirsə ağzın selikli qışasında olan bakteriyaların tələfatında iştirak edir və ağzın mikroflorasının daimi olaraq sabit vəziyyətdə qalmasını təmin edirdi. Bir də pitialin var idi uşaqlar. Deməli, yadınızda saxlayın ki, ağız ümumiyyətlə bədəndə ən tez yaralanmış və zədələnmiş, yəni yanıq olan, yəni zədələmə tez məruz qalan hissəsi olmasına baxmayaraq, amma bədəndə ən tez bərpa olunan hissə hesab edilir. Bu da məhz pitialinə görədir və bir də ki, lizasimə görədir. Əslində lizasimə görədir. Ağız boşluğunda ilkin olaraq qidanın mexaniki olaraq çeynənilməsi baş verir. Yəni mexaniki çeynənilmə dişlərin hesabına baş verən çeynənilmədir. Dişlərin arasında qidanı isə fırladan, hərlədən hissəsi dildir. Dilin özü ibarətdir dilin kökündən və dilin bir də ki, sərbəst hissəsindən. Dilin kökü udma aktına əsas iştirak edən orqanlardır və dilin özü eyni-zolaqlı əzələdən təşkil edilmişdir. Gəlin başlayaq dişlərin təsnifləşdirməyə. Ümumiyyətlə yadınızdadsa yəqin ilk dəfə olaraq dişlər, yəni sümüklü balıqlarda yaransa da sümük dişlərdən gedir. Amma dişsizli dil isə ilk dəfə olaraq göl ilbisində yaranmışdır. Yəqin onu xatırlayırsınız. Amma əsl sümük dişlər isə sümüklü balıqlarda yaranmışdır. Amma dişlərin diferensiallaşması, yəni ixtisaslaşması isə ilk dəfə inostranseviyada sürünənlər və məməlilər arasında keçid olan formada olmuşdur. Yəni amma spesifik olaraq məməlilər çox xarakterikdir. İxtisaslaşma, yəni diferensiallaşmış diş, yəni dişlərin arasında ixtisas bölgüsünün olması deməkdir. 3 yerə bölünür uşaqlar: kəsici dişlər, köpək dişlərinə və bir də azı dişlərə. Kəsici dişlər hər çənədə olmaqla, yəni 4 ədəddir və hərəsində bir diş kökündədir. Qidanı yalnız kəsməkdən ibarət idi. Adəti üzrə gəmiricilərdə, dovşankimlərdə kəsici dişlər çox yaxşı inkişaf etmişdir və ömrü boyu da uzanırdı. Çünki bilirsiniz, mütəmadi olaraq yəni yaşadığı yerdə qidanı, çubuğu, nə bilim belə deyək də ağac çoxlarını mütəmadi çeynəyirlər. Sonra köpək dişləri isə uşaqlar adəti üzrə belə deyək də köpək dişləri başqa dişlərə nisbətən ölçüsünə görə nisbətən, kəsilərə nisbətən biraz qabarıqdır. Hər çənədə 2 ədəddir. Ümumi olaraq dişlərin sayısı 4 ədəd olur. Bir də deyirəm, kəsicilərin sayı hər çənədə 4, ümumi 8 dənədir. Köpəyin sayı hər çənədə 2, ümumi sayı isə 4-ə bərabərdir. Köpək dişləri yırtıcı heyvanlarda daha yaxşı inkişaf etmişdir. Onun funksiyası qidanı tutub saxlamaqdan ibarət idi. Amma kəsicinin funksiyası nə edirdi? Qidanı kəsməkdən ibarət idi. Məməllərdə köpək dişləri yırtıcılarda yaxşı, ot yeyən heyvanlarda isə çox zəif inkişaf etmişdir. Amma bəzi heyvanlarda, xüsusən yəni dovşankimlərdə, sankimlərdə o dişlərin yeri boş qalır və diastema adlandırılır. Köpək dişləri də yeganə dişlər ki, yəni hər yarım çənədə bir dənə olduğuna görə, ümumi yenə deyirəm ki, sayı 4 olmasına baxmayaraq, bunlar öz diş növləri ilə qonşu olmayan tək diş növləridirlər. Çünki bir dənədir deyənə köpək dişləri ön tərəfdən söykənir kəsiciyə, arxa tərəfdən söykənir kiçik azıya. Bu belə. Gəlir kiçik azı dişlərin sayına. Kiçik azı dişlərin sayı hər yarım çənədə 2-2 olmaqla ümumi 8 dənə olacaqdır. Yadınızda saxlayın. Kəsici dişlərdən fərqli olaraq deməli azı dişlərində dişlərin köklərinin sayı da, dişlərin səth sahəsi də yetəri qədər yaxşı inkişaf etmişdir. Adı üstündədir. Azı, yəni nədir? Əzir. Qidanı əzməkdən ibarətdir. Adəti üzrə ot yeyən heyvanlarda, yəni ki, belə deyək də, göçən heyvanlarda məhz azı dişlər çox yaxşı inkişaf etmişdir. Diş səth sahəsinin böyük olması və eyni zamanda köklərin daha dərin və daha uzun olması qidanın daha yaxşı çeynənməsini edirdi, təmin etmiş olurdu. Kiçik azı dişləri ön tərəfdən deməli köpək dişlərinə, arxa tərəfdən isə böyük azı dişləri ilə qonşudur. Aydındırmı? Mən indi yazacağım bunları, biraz diqqət